Qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürüb. Yarışın açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış ediblər. Onlar bu turnirin ölkə idmanının beynəlxalq aləmdə nüfuzunun artmasına mühüm töhfə verəcəyini bildiriblər. Turnirdə 9 ölkədən Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Montenegro, Qırğızistan, Gürcüstan, Rusiya və Qazaxıstandan olan boksçular qüvvələrini sınayırlar. 200-ədək idmançı 20 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan yarışda kişilər arasında 47, qadınlarda isə 11 boksçu ilə təmsil olunur. Anar Babanlının baş hakimi olduğu turnirdə döyüşlər həm yerli, həm də beynəlxalq referlər tərəfindən idarə edilir. Böyük İpək Yolu beynəlxalq turnirinə aprelin 15-də yekun vurulacaq.